Xalq artisti Həmidə Ömərovanın Azərbaycan kinosunun inkişafında fəaliyyəti danılmazdır. Həm aktrisa, həm kino tədqiqatçısı, həm də müəllim kimi milli kinomuzun tarixində silinməz izləri var. 1975-1979-cu illərdə Moskvada Ümumüttifaq Dövlət Kinematografiya İnstitutunun aktyorluq şöbəsində təhsil aldıqdan sonra Azərbaycan kinosuna xidmətə başlayıb. 1979-1993-cü illərdə Cəfər Cabbarlı adına Azərbaycan Film Kino Studiyasında, 1992-1993-cü illərdə Azərbaycan Kinematografçılar İttifaqında çalışmaqla yanaşı, filmlərdə müxtəlif xarakterli obrazlar yaradıb. 500-dən artıq bədii filmin dublyajı və səsləndirilməsində imzası var. Kino haqqında Azərbaycan kinosunda feminizm, Amerika kinosu 1895-1945-ci illər, Amerika kino tarixi kitablarının müəllifidir. Azərbaycan Dövlət Televiziyasında Retro Kinozalı verilişinin aparıcısı, Kinoştrik layihəsinin ssenari müəllifi olub. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Azərbaycan kino və teatr aktrisası, televiziya aparıcısı, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Kinematografçılar İttifaqının idarə heyətinin üzvüdür. Bu gün də sevimli peşəsində yorulmadan çalışır. Moskva Kinematografiya İnstitutunu bitirəndən sonra Azərbaycana gəldim. 6 ay heç bir filmə çəkilmədim. Heç ümidim də yox idi çəkilməyə. Sonra mənə birdən təklif gəldi 3 filmdə sınaq çəkilişlərinə. O vaxtlar sınaq çəkilişləri mütləq şərt idi. Əvvəl foto sınağı çəkilişi olurdu, sonra isə kinoproba deyilən bir kino çəkilişləri olurdu. Adətən qız roluna 5-6 aktyor, oğlan roluna yenə 5-6 aktyor sınaqdan keçirdi. Ən yaxşılarını, yəni bədii şura həll eləyirdi, təsdiq eləyirdilər. Və mənə 3 filmə dəvət gəldi. Oktay Mirqasımov, Nəbi Xəzrinin əks-səda pyesi əsasında anlamaq istəyirəm 2 seriyalı bədii televiziya filmində Çinarə obrazını mənə tapşırdı sınaq çəkilişlərinə. Dəvət elədi. Amma demişdi ki, həm də mən elə belə çağırmışam səni. Mən istəyirəm ki, bu obrazı əsl professor qız oynasın. Sən o qıza kömək eləyərsən. Mən də foto çəkiliş, sınağı çəkilişlərində o qıza kömək eləyirdim. Oktay da qıraqdan mənə baxırdı. Sonra mənə dedi ki, Fəxrəddin Manafovla da yoxladı məni. Dedi, indi özün oyna, necə oynayacaqsan da. Yəni mən oynadım, sonra o qədər bəyənmişdi ki, təsdiq elədi məni, təsdiq elədi bu rola və mən çəkildim. Və eyni zamanda mən Fikrət, rəhmətli Fikrət Əliyev ilk Azərbaycan bədii filmi sayılan Neft və Milyonlar Səltənətində ekran əsərinin remake-ini çəkirdi, təkrarını. Orada Şəfiqə obrazına məni çağırmışdı. Ora mənim o filmin bədii rəhbəri Eldar Quliyevdir və onlar bəyənmişlər mənim kurs yoldaşım Tamila Əhmədovanı. Mən də 100% bilirdim ki, Tamila Əhmədova olacaq, amma məni də sınaq çəkilişlər edildilər. Sonra bədii şura baxdı və məni təsdiq elədi o rola. Kurs yoldaşımı yox, məni. Və mən həmin filmə də dəvət olundum. Elə olurdu ki, yəni mənim ilk filmim olmayıb. Mən ilk dəfə 2 filmdə çəkilmişəm. Fərq bir gün olub. Məsələn, bir gün mən Oktay Mirqasımovda çəkilmişəm, bir gün Fikrət Əliyevin filmində. Birində mən inqilab, yəni mən kəndli qızı Şəfiqə obrazını yaratmışam. Birində də müasir professor qızı Çinarənin. Yəni bir gün mən müasir olurdum, bir gün mən tarixi bir obraz olurdum. Və hər 2 film mənə doğrudan da böyük uğur gətirdi. Və mən kinoda müasir obrazları yaratdığıma görə 87-ci ildə Lenin Komsomol mükafatına layiq görüldüm. Bundan sonra həmin il məni Cahangir Mehdiyev Vax qısa metrajlı filminə gəlin obrazına çəkdi. Çox maraqlı bir film alındı və bu film o vaxtlar Sovet İttifaqında ən çox mükafat alan film oldu. Bütün beynəlxalq festivallarda həmin film, Vax filmi mükafatlandırılırdı. Bundan sonra mən sonraki illərdə Qorxma mən səninləyəm, Şirbalanın məhəbbəti və digər filmlərdə çəkilmişəm. Yadımda qalıb ki, Qorxma mən səninləyəm filminə Yuli Salamonoviç Gusman quruluş verirdi və
O filmə də bir neçə namizəd var idi baş rola, Telli obrazına və sınaq çəkilişlərindən uğurla çıxdım. Təsdiq olundum. İllisuda, Qax rayonunun İlisu kəndində macəralarla dolu bir western çəkdik. Ondan qabaq Yuliya Gusman Amerika Birləşmiş Ştatlarında idi, Los Ancelesdə təcrübə keçirdi. Yəni filmlərin çəkilişinə baxırdı, western çəkilişlərinə və bu filmi də Oruqda çəkdi və film həqiqətən də uğurlu alındı. Çünki Azərbaycan kinosunun korifeyləri, ulduzları çəkilirdi. Həsən ağa Turabov çəkilirdi, Nəsibə Zeynalova, Mirzə Babayev, çox gözəl Şarovski, Sadıq Hüseynov, bir-birindən gözəl aktyorlar, Qurban obrazının ifaçısı Məmməd Rza Şeyxzamanov, Şamil Süleymanov, gənc idi onda, İldəniz Rəsulov, aktyor personaj, aktyor obrazları çox idi və film həqiqətən də beynəlxalq uğur qazandı. Çünki Çexoslovakiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləndə, 10 günlük keçiriləndə kinoteatrda çıxış eləyəndə dedilər ki, diktor rusca danışırdı, dedi ki, bu Qorxma mən səninləyəm filminin baş qadın qəhrəmanı aktrisa Həmidə Ömərova aramızdadır. Zaldan bir gürültülü alqışlar qopdu. Mən dedim, çexlər bu filmi görüblər, təəccübləndim. Dedim, bizim televiziya vasitəsilə, Moskva vasitəsilə o film Çexoslovakiyada və digər sosialist respublikalarda göstərir və onu bildim ki, bu film hətta beynəlxalq uğuru var. Yugoslaviyada, Çexoslovakiyada, Macaristanda bu filmi göstəriblər. Və sonra mən Cəmil Quliyev öz diplom işinə məni çağırmışdı. Bayramda Yağış Natiq Rəsulzadənin hekayəsi əsasında. Bir neçə ildən sonra isə yenə də məni dəvət elədi Şirbalanın Nazlısı roluna, Şirbalanın Məhəbbəti filminə. O vaxt mənə çoxları deyirdi ki, bu kommersiya filmidir, bunda çəkilməginə. Amma mən dedim ki, aktrisa hər şeyi sınamalıdır, müxtəlif janrlarda çəkilməyi bacarmalıdır. Və mən peşman deyirəm ki, mən həmin filmə çəkilmişəm. Çünki ən çox baxılan komediyalardan, musiqili komediyalardan biridir və Həmdə xanım, Kino Studiyada Azərbaycan filmində çəkildiyiniz son film hansı oldu? Oktay Mirqasımovun çəkdiyi Günaydın Mələk filmində o məni mənfi bir obraza, primadonna roluna dəvət eləmişdi və mən təsdiq olunmuşdum. Amma günlərin birində xəbər tutdum ki, başqa bir aktrisa çəkilir. Kinoda mən o qədər, məsələn, təsdiq, yəni həmişə kiməsə ümid bağlayıblar, sonra məni çəkiblər olub ki, mənim üçün təəccüblü deyildi. Və mən sonra Oktay dedi ki, orada bir dənə ikinci dərəcəli rol var, çəkilərsən. Dedim, Oktay, sizin filmlərinizdə böyük məmnuniyyətlə çəkilərəm. Çünki siz mənim birinci filmimin, sonra Nəbi Xəzirin ssenarisi əsasındakı filmdə çəkilmişəm sizdə. Sonra Elçinin ssenarisi əsasında Gümüşü Furqon filmində mən Mədinə obrazını yaratmışam. Sizin 2 filminizin qəhrəmanı olmuşam. Nə olar, 3-cü filminizdə də çəkilərəm. Baş rol olmasın, fərqi nədir? Tək ki, sizin filminizdə çəkilim. Axırıncı film deyəsən o oldu. Səhv eləmirəmsə. Sonra mən ancaq kommersiya xarakterli filmlərdə çəkilmişəm. Xarici ölkələrdə çəkilmişsiniz Həmdə xanım? Bəli. Gəlin çəkilmişsiniz. Onlardan hansısa bir ikisinin adını deyə bilərsiniz? İranda çəkilmişəm. Zindani Dev filmində Rasim Balayev də çəkilib mənim əmim rolunda. Bizdən 10 nəfər Azərbaycandan kino işçisi getmişdi. İlk müştərək İran-Azərbaycan filmi idi. Düzdür, rejissoru Həsən Məmmədzadə. Biz 2 ay yarım müddətində İranın Urmiya şəhərində həmin filmi çəkmişik. Sonra Tacikistanda çəkilmişəm. Mən onun xoşuna gəlirəm. Bədii filmində Tacik qızı məhəbbət obrazını yaratmışam. Sonra Len filmdə də çəkilmişəm. Serialda Qorxulu oyunlar, səhv eləmirəmsə. Sonra Dronqa müştərək filmi idi. Elə Nizaminin filminin özü də müştərək idi. Rusiya-Azərbaycan filmidir. Müştərək filmlərdə çəkilmişəm. Amma çəkildiyim bəzi filmləri, məsələn, Perm studiyasının sifarişi ilə çəkilən film vardı. Ələkbər Muradov çəkirdi. Müqəddəs Oda Yanaram. Yox, Hafiz Paşayevin ssenarisi əsasında Gülbəniz Əzimzadə çəkmişdi həmin filmi. Həmin filmi uzun müddət görmədim. Tacikistanda çəkdiyim filmi də görməmişəm. İndiyəcən görməmişəm.
Həmidə xanım, bilirik ki, siz kinoya belə düpbədüz kinoya gəlməmisiniz. Biraz belə yollarla gəlib çıxmısınız. Enişli yoxuşlu yollarla. Bəs kino sizin həyatınızda hansı obraz oynayıb? Bir dəfə rəhmətlik Yuğ Teatrının direktoru Vaqif müəllim mənə dedi ki, biz teatrı yaradırıq, sən də Sona Mikayılovla, kurs yoldaşımla, Fərhad İsrafilovla gəlirsən, bu teatra bir ildir gəlirsən. İndi biz bu teatr rəsmi dövlət tərəfindən yaradılacaq, Yuğ Teatrı. Sən kinonu qurban verməyə hazırsan, yəni deyirəm ki, Vaqif müəllim, mən kinoya çəkilməyəcəm, ancaq teatrda, sizin teatrda. Dedi, bəli, ikisindən birini seçməlisən. Mən çox belə çıxılmaz vəziyyətdə qaldım, çünki o kollektivə alışmışdım, çox sevirdim həmin teatrı. Dedim, mən axı gəlini Moskvanı bitirəndən, kinematografiya institutu bitirəndən indiyə qədər ancaq filmlərə çəkilirəm. İldə 3-4 filmə çəkilirəm. Mən kinoya bağlamışam, kinosuz dayana bilmərəm. Demək baş obrazı oynayır da həyatında. Bəli, mən onda kinonu seçdim. Hətta 10 ildir mən teatrda Əli Əmirlinin tamaşasında, Bəhram Osmanovun quruluş verdiyi Hasarın o üzü tamaşasında Humay xanım obrazını yaratmışam. Amma yenə də məni teatr özünə o qədər bağlaya bilmədi. Teatr Xadimləri İttifaqında Azərpaşa Nimətovun rəhbərliyi ilə İlkin Mehdiyevin hazırladığı Ejen İaneskinin Stullar tamaşasında 94 yaşlı qoca arvadı oynayıram. O qoca arvad rəqs eləyir, mahnı oxuyur. Cürbəcür bir obrazda 100 obraz göstərirsən, aktyor üçün geniş imkan var. Amma yenə də mən kinonu sevirəm. Bəs sizcə siz Azərbaycan kinosunda hansı obrazda olmusunuz? 80-ci illər kinosunun romantik qəhrəmanı olmuşam. Yəni 80-ci illər kinosuna baxsaz, 10 il ərzində o demək olar ki 80%, 90% filmlərdə baş rolları ifa eləmişəm. Və bir vaxt Gülbəniz Əzimzadə mənə dedi ki, həm də dayan, çəkilmə, seçim elə günən. Sənin elə bir vaxtın ki, sən artıq seçim eləməlisən. Mən də 3-4 filmdən imtina elədim, çəkilmədim. İndi peşmanam. Belə. Amma bildiyimə görə Cəsarət Universitetində kinodan dərs deyirsiniz. Necə kinodan dərs deyirəm. Aktyorluq sənətindən dərs deməmişəm. Çünki mən bu retro televiziya kinozalını aparırdım və məni yaxşı nəzəriyyəçi kimi, kino tarixçisi kimi tanıdılar. O cürdə məni Cəsarət Universitetinə dəvət elədilər və mən də orta məktəbdə də əlaçı idim. İnstitutda qırmızı diplomla bitirmişəm və gördülər ki, bu işi çox yaxşı bacarıram və ona görə də məni artıq o kafedranın müəllimi kimi, kino tarixçisi kimi itirmək istəmədilər. Və ağıllarına belə gəlmədi ki, mən kurs apara bilərəm. Bəlkə də gəlib, amma bu kafedrada müəllimi itirmək istəməyiblər. Amma məndə bir istək var idi, arzu var idi ki, mən aktyorluq sənətindən dərs deyim. Kurs yoldaşlarım dərs deyirlər, Fərhad İsrafilov, Sona Mikayılova. Uğurla dərs deyirlər, gözəl dərslər. Ötkəm İskəndərov neçə illər gözəl dərs deyib. Amma mən olmadı, mənə qismət olmadı. Mən daha çox kinoşünaslıq və bu sahədə də kitabları yazdım. Həmidə xanım, Azərbaycan kinosu və Azərbaycan film kino studiyası. Bax, bu iki anlam barədə fikirlərinizi alaq, ondan da sağollaşaq. Kinostudiya Azərbaycan kinosunun ürəyidir. Döyünən, çırpınan ürəyidir. Və hal-hazırda, mən belə istəyirəm və hal-hazırda kinostudiya öyle bir ki, can verməkdə olan bir xəstədir. Onu dirşətmək lazımdır, qaldırmaq lazımdır. Bütün ölkələrin kinostudiyası var, ürəyi var, mərkəzi var. Bu bizim tariximizdir. 102 il tamam olub. Təsəvvür eləyin, Azər müəllim yadıma salanda direktor ki, 102 yaşı tamam oldu kinostudiyanın. Bu böyük bir məktəbdir. Burada necə dublaj olunurdu filmlər. İndi müxtəlif telekanallarda, mən də dövlət televiziyasının dublaj sexində işləmişəm, çalışmışam. Amma burada olan filmlər, burada olan dublaj, burada çəkilən filmlər, bunlar hamısı bizim kinomuzun salnaməsidir, kinomuzun tarixidir. Burada çəkilən sənədli filmlər, bu bizim kinomuzun tarixidir. Bu kino muzeyidir, bu nəhəng bir kino muzeyidir və indi istehsalat demək olar ki, yoxdur, bu absurddur. Bu inanılası bir deyə bilmirəm, dilim tutulur. İnanılası deyil.
Təklifiniz nədir? Mən təklif edirəm ki, əvvəlki kinostudiya olsun. Yenə də Azərbaycan kinostudiyasının dəhlizləri qaynasın. Yenə də hər yay çəkiliş qrupları, çəkilişlərə getsinlər, rayonlara, filmlər çəkilsin. Rəqabət olsun. Nə qədər çox film çəkilsə, o qədər də rəqabət olar. Rəqabət olanda, sağlam rəqabət olanda kino da inkişaf eləyər. Kino emosional təsir göstərən ən güclü vasitədir. Kino bizim dövlətimizin bayraqdarıdır. Yəni incəsənətin bütün növlərini özündə birləşdirir. Dövlətimizin siyasətini, dövlətimizin quruculuq əzmini, dövlətimizin tarixini, hər şeyi kino göstərir. Bədii kino və sənədli kino. Azərbaycan Film Kinostudiyası ona görə lazımdır ki, bütün bunları əvvəlki gücü ilə işləsə, onları yenə də davam elətdirsin. Bugün Mədəniyyət Nazirliyindən təbrik məktubu gəldi. Adil Kərimi tərəfindən məktub hara gəldi? Kinostudiya. Deməli, mən xalqın yaddaşında, hamının yaddaşında, nazirimizdən tutmuş hamıya qədər mən kinostudiyanın aktrisası hesab olunuram. Mən istəyirəm ki, həqiqətən də, yəni bu bizi ki 93-cü ildə ərizəmizlə işdən çıxartdılar, kinostudiya özəlləşdi, ondan sonra hər şey arxaya getdi, yəni kinostudiya bağlandı bizim üçün, mənim üçün. Mən istəyirəm ki, necə ki xalqım tanıyır ki, mən aktrisayam, mən kinostudiyanın aktrisası kimi tanınım. Yəni mən bura həmişə doğma evim kimi gələrdim. Yenə bu olsun. Yəni divarlar soyuq olmasın. Dəhlizlər bomboş olmasın. Yenə kinostudiya əvvəlki günlərini yaşasın. İntibah dövrünü yaşasın. Sevirəm səni. Mən də. Həm də çoxdan.